Bitrix 24-də tapşırıqların komandanızın işini təşkil etməyə kömək edən bir vasitədir. Tapşırıqlarda izləyə və son tarixləri, məsuliyyətlərini təyin edə bilərsiniz. Tapşırıq yaratmaq üçün tapşırıq və ya profilinizdən sol menüdən layihə bölməsinə keçin. Yarat düyməsinə basın. Test tapşırıq yaratma forması açılacaq. Əlavə parametrlərin mövcud olduğu ətraf formatı da aça bilərsiniz. Tapşırığın adını və təsvirini daxil edin. İştirakçıların seçim və son tarixlərini təyin edin. Tapşırıq idarəçiliyini təkmilləşdirmək üçün əlavə xüsusiyyətlər var. Qeydlər əlavə edə və iştirakçıları və müşahidəçiləri təyin edə bilərsiniz. Tapşırıq nəticələri işin yekun nəticəsini qeyd etməyə imkan verəcək. Beləliklə, menecer onu chatdə axtarmaq məcburiyyətində qalmır. Bitrix 24-də tapşırıqları tapmaq və onları tez tapmağa kömək edən filtrlər də var. Rolunuz adınıza, yaradılma tarixinə və digər meyarlara görə dəyişir. Beləliklə, Bitrix 24-də tapşırıqlar sadəcə ediləcək siyahısı deyil, amma əməkdaşını idarə etmək üçün tam bir sistemdir. Qeyd siyahıları, iştirakçıları və müşahidəçilərə hər mərhələni şəffaf və nəzarətdə edirsiniz və nəticəsini təyin etmək sizə dərhal başa düşməyə imkan verir. Chatdə axtarış etmədən nə edildiyini və filtrlərin və sürətlə axtarış lazım tapşırıqları saniyələr ərzində tapmağa kömək edir. Böyük layihələrdə belə alətlərdə ustalaşmaqla xüsusi strukturlaşdırılmış iş axınına çevirirsiniz və sizin komanda daha sürətli və daha dəqiq və daha az stresslə işləməyə başlayır.